Herkes 14 fevralı ürəklərlə, şokoladlarla, qırmızı güllərlə doldu. Ama bütün dünya bugünü biraz başka cürə tanıyır. Çünkü 14 fevral beynəlxalq kitap bağışlama günüdür. Sevgi sadəcə birinə səni sevirəm demək deyil. Sevgi bir uşağın qabağına həyatında ilk kitabı qoymaqdır. Sevgi qapısı bağlı olan gələcəyə bir açar verməkdir. Məsələn deyək bir gül versən adama amma sabaha qədər solur. Amma bir kitab 10 illərlə, 100 illərlə yaşayır. Veya bir şokolad 5 dəqiqəlik bir dadı var. Amma kitabdan çıxan bir cümlə bəzən bir insanın taleyini dəyişə bilir. Biz 1000 illik söz mədəniyyətinə sahib olan bir xalqıq. Bizim sevgimiz kağız üzərində tarix yazıb. Və əgər 14 fevralı qeyd edəcəksənsə, bir uşağa kitab bağışlayın, bir məktəbə kitab verin, bir evə işıq aparın. Çünkü əsl sevgi ürək şəkilli bir oyuncaq deyil. Əsl sevgi savaddır. Əsl sevgi gələcəkdir. Əsl sevgi milləti düşünən beyindir. Ümid edirəm bu 14 fevralda birinə gül çiçək yox, birinə gələcək hədiyyə edərsən. Sağ olun.